Şuşa Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai siyasi həyatında müstəsna rol oynayıb. Bənzərsiz tarixi görkəmini hər zaman qoruyub saxlayan Şuşa, böyük şəxsiyyətləri ilə dövlətimizin ədəbi, mədəni və elmi-ictimai fikrində əlamətdar səhifələr açıb. Təsadüfi deyil ki, dövlət başçısı 2022-ci ili Şuşa ili elan edib. Artıq Şuşa ili ilə bağlı tədbirlər planının bir hissəsi daha hazırdır. Şuşada Azərbaycan mədəniyyətinin incisi olan muğamın, xalçaçılıq ənənələrinin dirçəlməsi üçün işlər görüləcək. Bundan başqa yerli və beynəlxalq səviyyəli tədbirlər keçiriləcək. Konsert, festival və media turlar təşkil olunacaq. Tədbirlər planına əsasən Şuşanın daha yaxşı tanıdılması üçün filmlərin çəkilməsi də nəzərdə tutulub. Şuşanın İnciləri adlı layihəsi 7 istiqamətdə olacaqdır. Bura həm muğamın, həm Şuşa ilə bağlı musiqi tədbirlərinin, ədəbi məclislərinin keçirilməsi nəzərdə tutulur. İl ərzində Xarı Bülbül Musiqi Festivalı və Vaqif Poeziya günlərinin təşkili, Üzeyir Hacıbəyli Musiqi Festivalının keçirilməsi planlaşdırılır. Xurşud Banu Natəvanın 190 illik yubileyi ilə əlaqədar Ədəbiyyat Festivalının təşkili də nəzərdə tutulub. Heç şübhəsiz bu il eyni zamanda bizim böyük qayıdışımızın təntənəsi olacaqdır və bu il ərzində Şuşalıların öz dədə-baba yurtlarına qayıtması ili kimi biz bunu bayram eləyə bilərik. Bilirsiniz ki, bu günlərdə artıq Şuşa şəhərinə avtobus nəqliyyatı açılıbdır və insanlarımız Şuşa şəhərini ziyarət eləyə bilirlər. Bu il biz Şuşanın tarixi ilə, mədəniyyəti ilə, ədəbiyyatı ilə, incəsənəti ilə bağlı bütün həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün bir şans qazanacağıq. Tədbirlər planının yaxın zamanda hazırlanıb təsdiqlənməsi gözlənilir. Vəfa Ağabalayeva, Zaur Bayramov, ASTV Xəbər.